Adım da üstündedir. Aha. Tamam, onda icazənizlə başlayaq Əfşər bəy. Yallah. Başlayaq, başlayaq. Bismillah. Salam aleyküm cənab səfir. Sizin bizim kanalımızda bizim üçün çox böyük şərəfdir. Sizi görürük. Xoş gəlibsiz, səfa gətiribsiz. Çox sağ olun. Mən də sizi salamlayıram. Seyr ediciləri də salamlayıram. Nə vaxtsa sayıncı baxacaqlar indi ya indi baxırlar. E, Mən də çox şadam. Hər halda sizinlə bu intervyuya iştirak eləmişəm. Çox sağ olun cənab səfir. Sizin icazənizlə biz keçək bugünkü gündəmə və bizim sizə veriləcək suallarımız var. Bizə biraz aydınlıq gətirin. Bəzi məsələləri var da bizə izah edin. Təşəkkür edirəm ki, vaxt ayırdınız, bizə qonaq gəldiniz. Bizim mehmanımız oldunuz. Birinci sualımız ondan ibarətdir ki, cənab səfir, bugünkü dönəmdə Amerika ilə İran nüvə silahı ilə bağlı, nüvə texnoloji ilə bağlı danışıqlar aparır. Bu danışıqları siz necə qiymətləndirirsiniz və burada İranın mövqeyi nədir və İranın ziyanına işləyən dəlillər, yəni əməllər nədir, faktlar nədir, ziyanı İranı zəiflədən nədir? Bilirsiniz, ümumiyyətlə mənim həmişə müsahibələrimdə, yazılarımda bu məsələyə işarə etmişəm ki, hər halda dünya beynəlxalq sistem güc üzərində qurulub. Yəni hər kəsin zoru çoxdur. O da yəni istəyir ki, öz istəklərini diktə eləsin. Yəni o ikinci müharibədən sonra yaranan bu sistem yəni indiyə qədər demək olar davam eləyir və SSR dağılandan sonra da bu sistem hələ demək olar ki, sərgərdan bir vəziyyətdə davam edir. Çünki bilinmir indi bu günləri bizim bu beynəlxalq sistem tək qutbudur, ya iki qutludur, iki şaxəlidir, nə deyirlər o sistemdə. Yəni SSR şərq bloku yoxdur. Bəli, Amerika başda durur və demək olar ki, öz istəklərin istəyir ki, diktə etsin ölkələrə. Eyni zamanda indi bu Trump gələndən sonra özellikle ikinci dövründə gəlib. Bu da ümumiyyətlə istəyir ki, bu ikinci müharibədən sonra və SSR dağılandan sonra bir beynəlxalq sistemin demək olar ki, nəzm intizamını demək olar ki, qarışdırsın, bir-birinə vursun. Yəni bu Trump'ın gedişatı budur. Onun üçün siz görürsünüz ki, öz müttəfiqləri ilə necə yanaşır, indi Rusiya məsələn Rusiyanın Ukrayna hücum etməsi ilə necə yanaşır və başqa öz hətta qonşuları ilə necə yanaşır. Yəni belə bir vəziyyətdəyik ki, demək olar ki, hələ heç bilinmir ki, bu beynəlxalq sistemin gələcəyi necə olacaq. hı -hı. Amma hər halda o vardı ki, mənim fikrimcə yəni belədir ki, hər halda güc hər tərəfdə olsa o gücü aparacaq. Hı hı. Yəni bu siz görürsünüz ki, Trump da indi gəlir deyir ki, sülh istəyirəm mən, amma zorla. Yəni zordan istifadə eləyirəm və sülh yaratmaq istəyirəm. İndi bu da bir paradigmdir ki, e, onsuz da hələ bura qədər bunun bu teoriyası, nəzəriyyəsi hələ yerinə yetirə bilməyib. Çünki bu zorla hər şey düzdür, zor var və olmalıdır və çox təsiri olur. Amma hər halda bu məsələ həll eləmir. Ölkələrin maraqları bir-biri ilə üst-üstə düşür, düşmür və sair məsələlər. Şimdi məsələn bu Ukrayna məsələsində görürsünüz da nə qədər bu Putinə fürsətlər yaradır. Putin də günbəgün üzləşir ki, daha artıq tələb eləsin. Hər halda Avropa da ondan narahatdır, çox ölkələr də ondan narahatdır ki, niyə bu məsələni elə eləyir. Yəni əslində bu zoru Rusiya tətbiq eləməlidir. İndi görürsən zorun çoxunu Ukraynaya təhmil edir. Yəni onu zad altında qalır ki, mütləq sən sülh eləməlisən, torpaqları verməlisən, onu da verməlisən, bunu da yeraltı demək olar ki, məsəl gəlir dəyərlərini də mənə verməlisən. Yəni bu belədir. İran məsələsinə gəlincə siz hər halda Trump İrana da deyir ki, gəl danışaq, danışmaq diplomatiya ilə bu nüvə məsələsini həll edək və mən istəmirəm ki, İran demək olar ki, nüvə silahına əl tapsın. Yaxşı.
İran da deyir ki, mən nüvə silahına getmək istəmirəm. İstəmirəm yəni. Amma bunun üzərində danışmağa hazıram və necə qarantı da lazımdır, onu verməyə hazıram ki, siz dünya görsün ki, siz görün ki, biz nüvə silahı ardınca getmirik və nə lazımdır o sahədə qarantı verir. İndi hələ eşikdəki danışıqlarla o üstün arxasında danışıqlar biraz fərqli olur da. Yəni söhbətlər çöldə hər kəs öz mövqeyini deyir, sonra da orada başqa məsələ danışırlar. Onlar da deyir ki, İran nüvəni heç zənginləndirməsin. Yəni sıfıra gətirsin, çıxarsın. Çöldə deyirlər. Hı hı. İndi içəridə də deyirlər. Hər halda üzə çıxıb ki, məsələ budur ki, Amerika istəyir ki, sən nüvəni, ürəni zənginləşdirmə heç. Nəyin də var, yığışdır, indi hara ver, nə elə, o sonraki sözdür. Mən də sanksiyaları götürüb. Hı Və hı. sonra bir normal, məsələn, əlavə olsun. İranda deyir ki, bunu mən eləmirəm. Yəni, çünki bu mənim beynəlxalq hüquqa uyğun olaraq haqqımdır və o ən azı 3, demək olar ki, 67, 3,67% ürəni zənginləşdirməsi ən azı məndə qalmalıdır. İndi onlar da deyirlər, məsəl üçün, bu müsahibələrində Xarici İşlər Naziri, həmin Vitkaf da belə deyir ki, bu sizdə olsa, hər halda siz gedə bilərsiniz də, çünki ürənin zənginləşdirməsi sizdə var və gedə bilərsiniz bu artırmağına. Yəni bu bomba düzəltmək qədərinəcən. Hı hı. İran da deyir, mən sənə imkan verirəm, Maqata gəlsin, sən hamı baxın, görün, biz o prosesə getməyəcəyik. Hı hı. İndi bu məsələ burada qalıbdır və görülür ki, hələ də gələn görüş demək olar ki, tarixi bəlli deyil. İndi Umman da burada vasitəçilik eləyir. İndi bəzi təkliflər veribdi İrana ki, yaxşı, onlar deyir ki, sıfır olsun ürənin zənginləşdirməsi. Gəlin, məsələn, siz güya ki, mən oxuyurdum belə bir söhbətlər, indi doğrudan da vardı, yoxdur, orasını bilmirəm. Məsəl üçün 6 ay siz tam dayandırın, heç 1%də heç faiz, yəni ürəni zənginləşdirin, bu inanc yaransın, proses keçsin, sonra da yenə də başlarsınız 3,67-ni demək olar ürəni zənginləşdirəcək. Hər halda görüşün vaxtı bilinmir, amma deyilir ki, görüş olacaq. Amerikada, yəni Trump da deyir ki, mən nüvə silahı istəmirəm olsun, İran da deyir, mən də istəmirəm olsun. Sadəcə burada İsrail məsələsi, bəzi başqa əllər, qollar vardı ki, yəni onlar da atadır da. İndi biraz söhbətlər eləyirlər, falan eləyirlər. Yox, belə olmalıdır, hamısı olmamalıdır, İranın hər şeyin əlindən almalıdır. Bu məsələ davam eləyir və biz şimdi bu, yəni indi bu vəziyyətdəyik. Yəni durum budur. İndi bu necə olub olması qərarlardan asılıdır. İndi görüş olarsa, orada yenə başqa variantlar ortaya çıxacaq, bir razılıq olarsa. Amma mən güman edirəm ki, hər halda bu məsələdə demək olar ki, razılıq nəhayət əldə olunacaq. Çünki o hərbi müdaxilə falan, düzdür, o iqtisadi sanksiyaları gücləşdirmə falan, onsuz da neçə ildir İran bu sanksiyalara məruz qalıbdır. Amma başqa məsələlər, hərbi məsələlər, İsrail deyir, mən İranı vururam, o birisi deyir, belə elərəm. Çünki Trump da deyir, mən istəmirəm, hələ hərbi müdaxilə olsun falan. İndi bu belə hər halda davam edir. Onsuz da bilirsiniz, yenə deyirəm, zorun olduğu sözün gedir biraz. Bəlkə də çox. Amma Trump əslində bu problemi Trump yaradır. Birinci dövr prezidentliyində o gəlib bu sazişdən, nüvə sazişindən çıxıb, pozub onu, sonra İrana sanksiyalar tətbiq olunub, sonra Biden dövründə də bu məsələ həll olmayıbdı. İndi bu yenə də gəlib prezident olub və İran da, çünki Amerika o sazişdən çıxıbdı, İran da öz sazişdə olan öhdəliklərinin birazını geri götürüb və məsəl üçün ürəni çox zənginləşdirib. Həm faizin çoxaldıb, həm miqdarın çoxaldıb, belə. Yəni bu, yəni əslində bu səbəb Trump onu çıxmasaydı ondan, o sazişdən, elə indiyə sonra davam eləsəydi, nəzarətlər də, yəni müşahidəçilər olacaqdı filan, iş gedəcəkdi qabağa. Amma bunlar istəyir ki, heç nə olmasın. O da indi qalıbdır bu durumda, məsəl üçün,
İndi Avropada bəri başdan üçün Trump Amerika o nüvə sazişində yoxdur deyə Avropa yəni İngiltərə, Fransa və Almaniya bunlar deyirlər ki, çünki o bir qətnamə ki, o sazişi təsdiqləmişdi, demək olar ki, Təhlükəsiz Şurada Hı hı. 22-31 nömrəli qətnamə o oktyabrda vaxtı bitir. Hı hı. Onlar özlərinə orada yəni yazılıb ki, bunların biri eləyə bilər snapback tələb eləyə. Yəni təzədən dosya qayda maqat edən demək olar ki, təhlükəsiz şuraya və o sanksiyalar qaytarılsın, o 6-7 sanksiyalar ki Hı var hı. idi o zaman. Hı Avropada bu demək olar ki, xəncəli əlində saxlayıb ki, məsələn, bir iki ay İran saziş razılığa gəlməlidir. Olmasa biz bunu tələb edirik. Onsuz da hı. indi də elə İran sanksiyalardadır. Amma Amerika tərəfindən deyir. Başqaları da elə Amerikanın da sanksiyalarını riayət edirlər. Amma sabiq qətnamələr bunlar çox ətraflı beynəlxalq qətnamələri. Hı hı. Yəni bu əslində hüquqi cəhətdən siz görün Avropa özü də yəni Avropa özü o sazişiyədə qalıbdı, amma icra eləməyib o. Yəni Amerika ki çıxıbdı oradan öhdəliklərini pozubdu. Bunlar da adi olub ki qalıblar bu sazişdə, amma əməldə heç görməyiblər. Hətta Rusiya, Çin də o qədər bir iş görənməyiblər İrana. Düzdür, bəzi şeylər olubdu, amma o da öz xeyirlərinə olub da. Yəni Çin, məsəl üçün İrandan neft alır, o nefti də ucuz alır. Onun qarşısında da başqa şeylər verir ki, ehtiyac yoxdur. Yəni tez ziyanlıyıq da. Rusiya da başqa cür istifadə edir bu məsələdən. Yəni heç biri bunların o sazişdə qalmaqları ilə öhdəlikləri yerinə yetirməyiblər. Yerinə yetirilsəydilər, İran bu problemlərlə üzləşməsəydi, təbii ki, elə heç Amerikaya da ehtiyac olmazdı. Görünür ki, Amerika elə onlara da üstün gedir, yəni onlara da zor deyil və onlar da bacara bilmirlər yəni hər halda bu məsələni. İndi bu məsələlər məncə sadəcə diplomatiya yolu ilə həll olmalıdır və İran da deyir, mən qarantı da verməyə hazıram ki, nüvə silahına getmirəm, istehsal etmirəm. Necə istəyirsiniz, baxsınlar, maqata baxsın siz, hər kim. İndi ola bilər bəzi işlər, bəzi təkliflər ola da. İndi orada məsəl üçün deyərlər, bəzi sözlər ortada var da. Yəni bəziləri deyir ki, məsəl üçün Amerikanın da özünün orada müşahidəçisi olsun, məsələn, maqatadan əlavə, ya məsələn belə indi İran razıdır, razı deyil. Yəni ya bəzi məsələlər. İndi İran təkliflər də eləyib ki, iqtisadi cəhətdən də Amerika ilə hazırdır işləsin. Yəni hətta 10 dənə atom enerjisi demək olar ki, stansiyası Amerika gəlsin, yaratsın İranda, yəni sərmayə qoysun, biz hazırıq əməkdaşlığa və s. Başqa məsələlərdə indi görək da hər halda bu necə gedəcək. Çox sağ olun cənab səfir. İcazə verin sizin birinci nitqinizdən belə bir ikinci sual doğur. Birinci, siz deyirsiniz artıq dünya güc idarə eləyir. Bu bir. İkinci sualım ondan ibarətdir ki, bu Amerika təması var, meyli var ki, İranda misal üçün siz dediyiniz atom stansiyanı inşa edib və pul qazanmaq, ortaqlıq eləmək, iş görmək. Bu Amerika-İsrail münasibətində İran nə yerdədir? Və İsrailin siyasi cəhətdən, güc cəhətdən mövcudluğu Amerika-İran münasibətlərinə nə cür təsir eləyir? Və İsrail bu müharibə detonatoru İrana qarşı rolunu oynaya bilərmi? Bilirsiniz, məncə belə düşünürəm ki, İsrail Amerikasız heç bir iş görə bilməz. Yəni indi Benjamin Netanyahu içəridə özünün siyasi problemləri var. Yəni həm İsrail xalqını, həm Fələstin xalqını qurban verir ki, içəridə öz məsələlərini həll eləsin və bu demək olar ki, iqtidarda qalsın. Yəni bu, amma Amerikasız bir iş görmez. Son zamanlarda siz görürsünüz ki Trump'la Netanyahu'nun arasında
bəzi məsələlər demək olar üzə çıxıb. Yəni məsəl üçün siz gördünüz, Trump Husilərlə razılığa gəldi, dayandırdılar. Onlar da dedi biz İsraili vuracağıq. Amma Trump dedi onu da özünüz bilərsiniz. Yəni sonra mesela Gazze məsələsində siz görürsünüz ki, Amerika özü birbaşa o yardım çatdırmağı falanı ora istəyir eləsin falan filan. Yəni o İsrailsiz. İranla danışığa başlanmışdı. İstəyirdi başlayaq, Netanyahu bilmirdi. Mesela ona sonra xəbər veribdi. Bunlar göstərir ki, Trump istəmir ki, hər şeydə Netanyahu müdaxilə etsin. İndi də onlar deyirlər ki, mən yəni xəbərlərdə də oxuyurdum. Trump Netanyahu'ya xəbərdarlıq edib ki, çox bu İran məsələsini ortaya çıxartma, hərbi müdaxilələ falan bu şeylərdən danışma, eləmə, belə bir şey yoxdur hələ falan. Yəni görünür ki, bu aralarında biraz deyərlər fasilə yaranıbdır. Bir an bəri başdan da hər halda məncə, mənim bilirsən, məndə bir fikir yaranıb. Mən bu fikrə gəlmişəm ki, indi neçə illərdir da, 70 neçə ildir, 80 ildir bu işlər, bu Fələstin məsələsi, İsrail məsələsi var, ərəblər, sonra o ərəblərin savaşı İsraildən sonra razılaşma, Camp David, sonra nə. Mən güman edirəm ki, müsəlman ölkələri Amerika ilə çox sıx əlaqədə olmalıdır. Niyə? Amerika'ya hani inandırmalıdırlar ki bizden Amerika'ya ziyan gelmez. Yani Orta Şərqin məsələləri bunların öz əli ilə həll ola bilər və burada əlbəttə bu müsəlmanlar da bu müsəlman ölkələrdə birlik yaratmalıdırlar. Yəni İran və Ərəb ölkələri, tamam bütün müsəlmanlar Amerikada sənin təhlükəsizlik məsələn demək olar ki, deyirsən ki, bura mənə önəmlidir İsrail məsələsi. Biz nə istəyirsən, biz təhlükəsizlik məsələləri həll edirik. İqtisadi məsəl üçün alan Trump gəldi, getdi Ərəbistana, Qatara, sonra bu Ərəb Əmirliyinə kontraktlar bağladılar. Özü dedi, mən getdim orada 5 trilyon dollar aldım, qayıtdım. Qarar orada sərmayə qoyarlar, falan eləyərlər, nələrsə eləyərlər. Yaxşı. Bunlar indi İsrail ki Amerika'ya bir xeyri yoxdur ki, maddi xeyri yoxdur. Amerika İsrail'e 4 milyar dollar yardım eləyir. Hələ bu hərbi yardımlar son vaxtlarda eləyir, ondan əlavə. Bəli. Yəni bu müsəlman ölkələri məncə eləyə bilərlər. Amerika ilə əlaqələrini, hətta İran da əlaqələri gücləndirərlər və o zaman görsün ki, bizdən sənin təhlükəsizliyə problem yaradan yoxdur. Sen İsrail'i Amerika'nı yani İsrail'den uzaklaştıralar. Yani bir normal vəziyyətə gətirərlər. Bu müsəlmanlar rəhbərləri, liderləri, müsəlman ölkələrin eləyə bilərlər. İndi də düzdür, mənim fikrimcə Amerika ilə İran məsələsi sadəcə yəni nüvə məsələsi deyil. Yəni bu hər halda düzdür, buna önəm verirlər, danışıq aparırlar, falan edirlər. Amma bu yalnız bu deyil ki. Hər halda Amerika İranla başqa məsələlər, region məsələləri olacaq, falan olacaq, danışmalıdırlar, falandılar. Mənim fikrimcə, mən güman eləyirdim ki, yəni təklif verirdim. O 7 oktyabr hadisələrindən qabaq, yəni bu savaş başlanmadan öncə o yazmışdım. Mən İran özün demək olar bir məsələnin həllinin yolu kimi təqdim etsin. Həm Filistinlərin xeyrinə olar, həm İranın xeyrinə olar. Amma təəssüf ki, İran dayandı, bu hadisələr baş verdi və hər halda İranın mövqeyi bir il bundan öncə, 2 il bundan öncə müqayisədə regionda Hamas məsələsində baxsın, Hizbullah məsələsinə baxsın, Suriye məsələsinə baxsın, mövqe. Mən də zəifliyim. Ondan öncə İran gedə bilərdi, danışa da bilərdi və bu məsələlərdə çözə bilərdi. Hər halda olmaz ki, məsələn, deyəsən ki, bizdə deyərlər bir məsəl var, farsçada deyirlər ki, toğun bir qıçı yoxdur ki, toğun 2 qıçı var. Bəli. Yani olmaz ki. Ona görə biz gələk, başqa yollar var da, neçə illər duraq bir sözün üstündə ki, beynəlxalq sistemi tanımalıyıq. Görək ki, bu olur, olmur. Yəni mən bir tələbə kimi, yəni siyasət elmi, beynəlxalq əlaqələr oxuya, çalışa bu qədər gəlmişəm 30 neçə ildir. Bunu başa düşmüşəm ki, beynəlxalq sistem belədir. Sən bilməlisən ki, hardasan, tərəfin nədir, nə istəyir, sənin mövqeyin nədir.
imkanların nədir, gücün nə qədərdir, filan, filan, filan. Sonra görəsən müştərək maraqlarınız nədir, onların üzərində çalışmalısan və s. Yəni ona görə eləyənməzsən, məsəl üçün, heç bir ölkə eləyənməz bu günləri dünyada deyək ki, hə, mən belə istəyirəm, belə də olmalıdır. Siz görürsünüz ki, hələ Amerika ki, böyük gücdür, o da hər şey deyir eləyənmir ki. Çünki o elə deyil. Gələndən Trump nələr deyib, biz siyahı eləyək, görək ki, hansına çatıb. Onda qalmışdı, məsələn, hal-hazırda o ölkələr ki, imkandan zəifdir. Ki, hərbi güc hər məsələni həll eləmir ki. Hərbi güc bir faktordur. İqtisadi güc, geopolitika, diplomatiya, xalqın baxışı, filan, filan. Bunlar hamısı gücün demək olar ki, faktorlarıdır. Buna baxmaq lazım. Ona görə mən düşünürəm ki, İsrail təkinə eləyə bilməz, Amerika dəstəkləməsə, o sözbətlər atılır ortaya. Hə, Amerikasız istəyir eləyə filan, filan, filan. Hər halda İsrail qorxusundan bu sözləri deyib. Ona görə əvvəli Amerika ona getməyəcək, hər halda bu diplomatiya davam edəcək. Yəni Amerika bu müharibəyə girsin. Nə üçün girsin? Siz görürsünüz, Trump pul axtarır. Pul dalayacaqdır, deyir, mənə pul verir. Yəni həmin Trump necə gəlir, gedir, nə qədər xəş qoysun ki, müharibəyə girsin və bu müharibənin də sonu bilinmir nə olacaq, regionda nə olacaq. Bu para axtarır, pul axtarır. Ona görə də pula çatmaq üçün diplomatiya yolu ilə getməlidir. İslam dünyasında da imkanları var. Geçsin onunla kontraktlar bağlasınlar, gəlsinlər, o da qazancı eləsin, bunlar da qazancı eləsin. Amma bəli, güclə daxili siyasətlərdə ay belə gəlsin, eləsin, o cür şeylər olmasın, o da onu istəmir. Yəni zaten nə deyərlər, Trump tacir məsləş bir adamdır. O pulu qəşəng tanıyır. İstəmir onu əldən verə. Deyir, daxili işlərə də qarışmır. Deyir, mənə insan haqqıları ilə filan. Onlar görürsünüz də heç qarışmır. Ona görə Trump'la özəlliklə bu ölkələr ki, demokratiya problemləri var, onlar Trump'la yaxşı əlaqə saxlaya bilərlər. Parasını verərlər, problemləri də həll edərlər. Çox sağ olun, cənab səfir. Sizin bu ikinci nitqinizdən sonra bəzi yeni suallar yaranır. Birinci sual ondan ibarətdir ki, siz çox gözəl buyurdunuz ki, cənab Trump artıq elə Amerikada da pulu yaxşı tanıyır, pulun havasını da bilir və bundan bir nəticə çıxartmaq olarmı? Amerika-İran pazarlığında, elə siz dediyiniz tək nüvə birdir. Onun başqa mətləbləri var. Başqa mətləblərdə İranla Amerika uzlaşma ehtimalı çoxdur. Bu birinci, yəni sizin bu ikinci çıxışınla bağlı. Və siz dediniz Amerikaya təminat vermək lazımdır ki, İslam aləmindən ona ziyan gəlməz. Bu İslam aləmində biz pullu məmləkətlər Ərəb ölkəsidir. İran da gücünə görə onlardan geri qalan deyil. Amma təhrimdədir, embargodadır. İran-Ərəb münasibətləri və İran-İslam aləmində Amerikaya İran daxil olmaqla garanti verə bilərmi? Bizdən sənə ziyan gəlməz. Bu ikinci xahişiyədir. Və üçüncü də ki, siz çox düz buyurursunuz, dünyada artıq beynəlxalq hüquq sistemi yoxdur. Hamısı gücə və pula bağlıdır. Bununla bağlı istərdim ki, sizin mövqeyinizi öyrənəm. Siz necə baxırsınız? İranın İslam aləmində Amerika təminat vermək nöqtə-nəzərdə Ərəb xalqlarından, dövlətlərindən irtibat qurub bu təminata şərik olmaq və eyni zamanda Amerika İslam aləmində pazarlıqda İranın yeri, mövqeyi, niyyəti nədir? Bilirsiniz, məncə İran Ərəb ölkələri ilə, indi siz baxın, bunu belə söyleyeyim, siz görürsünüz ki, indi Ərəb ölkələri, özellikle Fars körfəzində olan ölkələr, Trump'a deyiblər ki, bu hücum olmasın, biz İrana hücum olsa biz burada problemə uzlaşacağıq, ziyan olacaq falan. Özellikle de fikir eləmə, buradan gəlib o İranı, məsələn, istəsən də məsələn hərbi müdaxilə eləyəsən, buradan eləyəsən. Yəni bunu deyiblər və İran da özellikle Pezeşkiyan gələndən qonşu ölkələrlə ümumiyyətlə və Ərəb ölkələri ilə əlaqələri çalışırlar ki, daha yaxınlaşdırsınlar, problemləri çözsünlər, inanc yaratsınlar, qarşılıqlı inamı çoxaltsınlar. Yəni, hər halda bundan asılıdır. Siz görürsünüz ki, dünən də cənab prezident, yəni Pezeşkiyan gedib Ummana, ondan öncə Qətər falan. Yəni, istəyirlər ki, Ərəbistanla da əlaqələr var, orada
dəvət olunubdur. Onların müdafiə naziri gəlmişdi İrana bir ay, 2 ay öncə. Yəni İran istəyir ki, ərəblərə deyək ki, bizdən sənə... Axı burada bilirsiniz, həmişə neçə illərdir bu məsələ var idi ki, İran, Amerika və İsrail ərəbləri İrandan qorxudurdular. Hı hı. Bir də İslamfobiya məsələsi var idi. Hı. Yəni güya ki, İran... İndi İran da indi hələ mən ona toxunmuram, vardı, yox idi falan. İndi İran çalışır ki, Ərəb ölkələrinə, qonşu ölkələrinə inandıra ki, mən sizə işim yox, sizinlə problemim yoxdur, istəyirəm qardaş olaq, əlaqələrimizi gücləndirək və bir-birimizə xeyir verək. Və bizdən təbii ki, bu sözlə olmur, əməldə də istəyir göstərsin. Yəni belə bir o vəziyyət yaransa, İran ərəb ölkələri ilə əlaqələrini sıxlaşdırsa və onlar da görsə ki, İran başqa istiqamətdə gedir, sadəcə müştərək maraqları, müştərək fikirlərlə istəyir ona çatsın. Təbii ki, İran onlarla bir yerdə də eləyə bilərlər. Amerika məsələsində çözələr, yəni İsrail məsələsi. Amerika desinlər ki, İran da var, biz də. Hətta eləyə bilərlər, Ərəb Birliyi vardı. Məsəl üçün onlar yığışırlar falan öyle. İndi İran da onların o məsələn nə deyirlər, nazir kimi, müşahidəçi kimi ora üzv ola, məsəl üçün ya Fars Körfəzi Əməkdaşlıq Təşkilatı var, yaranıbdır. Əslində onlar İran İslam Respublikası yaranandan sonra İrana qarşı olan bir təşkilat kimi yaranıbdır. Bu Fars Körfəzi Təşkilatı, Əməkdaşlıq Təşkilatı. Amma İran bunları döndərə bilər. Yəni bu öncəliklə iki tərəfli əlaqələr güclənsə, genişlənsə, inamyalansa, eləyə bilər İran bu təşkilatlara da müşahidəçi olan, ya sonra da eləyə bilərlər Fars Körfəzi Əməkdaşlıq Təşkilatı adında onu dəyişərlər. Yəni düzdür, onlar ərəbdir, İran da İrandır. Amma Fars Körfəzi adı ilə bunlar bir təşkilat yarada bilərlər. Yəni onu bu unvanda və dostluqlarda gedər və bunlar çalışarlar ki, Amerikanı İsraildən uzaqlaşdırsınlar. Məncə bütün sahələrdə, özəlliklə iqtisadi qarşılıqlı sərmayə falan filan. İranın da təbii ki, gücü çoxdur. İranda başqa bir məsələ var. Yəni İran sanksiyalardan əlavə hər halda bizim iqtisadi istiqamətlərimizdə yanlış çox olur. Yəni uzağı görmə məsələsi falan, yəni bunu biz etiraf eləməliyik. Buna da baxmaq lazımdır. Sadəcə bu embargo götürülməklə həll olmur ki. Yəni bizim dünyaya baxışımız bu günləri 21-ci əsrdir. Yəni bu texnologiyalar, bu məsələlər, yəni internet məsələsi, elektronik plan, nədir bu məcaz, virtual aləm, yəni süni intellekt, bəli. Süni intellekt falan. Yəni İran geri qalıbdır biraz. Yəni siz görürsünüz Ərəb Əmirliyi nə eləyir? Ərəb Əmirliyi süni, yəni intellektdə, bu zatda Amerikadan sonra ikinci yer tutdu. Yəni Ərəb Əmirliyi. Yəni İran bütün bu məsələləri çözməlidir. Nefti, qazı, bütün hər nəyi vardı İranın, amma geri qalır. İndi bu günləri İranın neft sənaye 300 milyar dollar sərmayə istəyir. O dirçəlsin, yenilənsin, davam etsin. Biz qaz istehsal eləməliyik. Biz Avropaya qaz satmalıyıq. Biz indi yəni bir Rusiya ilə bizə bir şey çıxmayacaq. Demirəm, əlaqələr olsun, amma biz uduzuruq. Xarici siyasətimizdə yenilik olmalıdır ümumiyyətlə və bu yeniliyin bir hissəsi təbii ki, demək olar ki, bu ərəb ölkələri, müsəlman ölkələri ilə təşkilat, yəni İslam təşkilatı vardı. İslam Əməkdaşlıq Təşkilatı, 70 neçə ölkə orada var. Bunlar nə edirlər? 75 ölkə bir dənə məsələni çözə bilirlər, çözə bilmirlər. Niyə? Otursunlar, görsünlər, niyə çözə bilmirsiniz? Necə olur? İsrail tək başına gəlir, Amerikanı da alır yanına, Avropada hər halda indi azdan çoxdan o da indi bəzi məsələlərdə ixtilaf olur, amma ümumiyyətlə onlar da İsraili özlərinə, hətta Avropa ilə də, yəni onlar da təhlükəsiz məsələsindən İsraili önəm verirlər. Yəni necə olur biz, məsəl üçün 73 ölkə bu məsələni çözənmir, o təkini eləyir. Bunlar gəlsinlər, dost, qardaş, müsəlmansız, hər nəzi qoyun bir-birinin üstünə, müştərək maraqlarınızı birləşdirin. Amerika ilə də əgər əlaqələriniz yox, yəni bu İsrail məsələsini atın geçsin, yəni görünür, təcrübə bunu göstərir ki, 70 neçə ildir, yəni bu mübarizələr həll etmir. Həll etmir, düzdür, mən əvvəldə də Hamas deyil, yəni bunlar əldən aldı. O fikir məsələsidir, aradan getməz ki bunlar. Amma hər halda zəifləyirlər. Buna görə biz bunlar gələk düşünək ki, hansı yol, iqtisadi yol, inkişaf yolu getməlidirlər.
Hər halda mən belə düşünürəm. Çox sağ olun cənab səfir. Bu İslam aləmində dediniz. Üçüncü sualımız ondan ibarət olacaq ki, misal üçün biz Ərəb körfəzi və İran münasibətləri, Amerika təhlükəsizlik təminatını siz fikrinizə izah elədiniz. Bizdə onda ikinci məsələ yaranır. Bax, bizim bu Amerikanın Böyük Orta Doğu projesi var. Və bu Orta Doğu projesində İran-Afqanistan münasibətləri, bu yaxınlarda, bu yaxın zamanda Pakistan-Hindistan münaqişəsi və eyni zamanda İranın Mərkəzi Asiya politikası nədən ibarətdir? İran ora nə cür baxır? Ticarət tərəfdarı kimi, İslam aləminin tərəfdarları kimi, ya iki tərəfli dövlət münasibəti nöqteyi-nəzərdə öz mənfəətini güdür. Xahiş edirəm bununla bağlı fikrinizi bildirəsiniz ki, Böyük Orta Doğu projesi gəlir və bu Mərkəzi Asiya, Afqanistan, Pakistan, Hindistan bunların mövqeyi nə cürdür? Və biz də bilirik ki, bu yaxınlarda Amerikanın bir neçə nümayəndələri, rəsmi dövlət nümayəndələri dedi ki, biz Əfqanistanda Bahram hərbi bazaya geri dönürük və geri dönmək niyyətindəyik. Bu da birbaşa Çinə quru yolla hədəfdir. Bununla bağlı xahiş edirəm öz fikrinizi, mülahizələrinizi bizim izləyicilərimizə çatdırasınız. Bilirsiniz, məncə İran İslam Respublikası bir istiqamət götürməlidir ki, yəni elə o birisilər də eləyirlər əslində. Amerika İranı özünə təhlükəsiz baxımından hədə görməz. Yəni Bəli. İran bunu eləməlidir. Onu eləsə, təbii ki, çox məsələlər çözüləcək. Yəni İran-Amerika danışıqları irəli getsə, başqa sahələrə də çatacaq filan. Ona görə ətrafda heç bir problem olmaz. İran Orta Asiya ilə də əslində istəyir ki, əlaqələrin gücləndirsin. Yəni elə onlarda qonşu hesab olur da. Yəni biz Türkmənistanla bizim sərhəddimiz var. Xəzər vasitəsilə də ki, o tayda elə həm Türkmənistan, Qazaxıstan, elə onların da yanında Özbəkistandır, Tacikistandır, Qırğızistandır, bunlar. Rusiya da hər halda Xəzərin o tayında var. Yəni biz İran İslam Respublikası bunlarla tam mən bu fikrin yeni heç fikri deyil ha məndə. Mən ümumiyyətlə 30 il bundan qabaqdan elə məşğul olan zamandan, hətta Azərbaycanda 2 dönəm mən orada missiyada olmuşam, bir müvəqqəti iş təvəkkili, sonra səfir, Ukraynada olmuşam falan. Mən həmişə söyləmişəm ki, iqtisadi məsələlərə önəm verməliyik. Ay sağ ol. Bir, yəni əlaqələrin kökü iqtisadi olmalıdır. Həm xalqlara xeyir verir, həm dövlətlərə, həm regiona. Bunsuz olmaz. Amma necə? Müştərək maraqlar üzərində. Bir də bir əqidəm var mənim, o da budur ki, əgər bir ölkə belə fikirləşir ki, bir tərəfli maraqları ola bilər hansısa ölkənin qarşısında, o böyük səhvdir. Mən bunu da həmişə qeyd eləmişəm ki, ölkələr, hətta İrana demişəm yazılarımda, təkliflərimdə, elə məsul olan zamanda, indi də ki yazıram deyirəm, yəni İran gələk, məsəl üçün biz Azərbaycanla əlaqələrimizi ən yaxın qardaş dostlar, problemlərimiz də çox olub, hələ də var, həll olmayıb, amma mən deyirəm ki, İran, Azərbaycan, həm Azərbaycan bunu belə düşünməlidir, həm İran ki, müştərək maraqlar üzərində əlaqələr qurulmalıdır, davam etməlidir, dərinləşməlidir, möhkəmləşməlidir. İran desə ki, yox, mən Azərbaycandan istəyirəm, sadəcə mən mənafe götürüm, olmaz. Azərbaycan da desə İrandan mən mənafe götürürüm, ona heç nə olmasın, o da olmaz. Yəni bunlar başqa ölkələrlə də elə belədir. İqtisadi məsələlər üzrə. Daxili məsələlərə qarışmamaq, xalqlar əlaqələrini gücləndirmək, yəni bunlar hamısı olmalıdır. Bunsuz heç bir əlaqə davam eləməz. Bəli, indi dünyada biz deyir, gücdən söhbət eləyirik, hətta o güclə də siz əlaqə yarada bilərsiniz. Bu şərtlə ki, o güc sizin daxili işlərinizə qarışmasın, amma iqtisadi məsələlərdə maraqlarınız müştərək. Müştərək maraq demək bərabər maraq demək deyil. Hər ölkənin özünün razmeri var. Bəli. Yəni, məsəl üçün, mən həmişə bunu sadə misalla deyirəm, mən istəyirəm sizinlə ortaq olan. Yaxşı, siz
Məsəl üçün 1 milyard dolar qoyursunuz, mən 100 min dolar. Mən hazırsınız, məndən olursunuz ortaq. Amma mən deyəmlərəm ki 50-50'ye. Aydındır. Çox sadə bir məsələdir. Ölkələr də budur. Bir hər ölkə Amerika ilə mən maraqlı qururuq, o birisi ilə də qururuq, amma sadəcə ölkələrin hamısı ilə müştərək maraqlı iqtisadi əlaqələrimizi gücləndirməliyik ki, bu əlaqələr davamlı olsun. Onsuz da əgər ölkələr bir-birinin qarşısında onlardan bir şey əldə eləməsələr maraq, yəni görsələr, yaxşı, məsəl üçün bizim heç bir ölkə ilə əlaqələrimiz yoxdur, onlara bizim qazancımız yoxdur, heç bir qazancımız yoxdur, neyini? O mənim təhlükəsizliyimi neyini? Aydındır. Cəhət, maraq yaratmalısan da. Azərbaycan indi gəlib, Azərbaycan neçə illərdir konsorsium, neft konsorsiyumları, qaz filan, inkişaf filan şirkətlər gəliblər, kontraktlar bağlayıblar ki, işlər gedir yaxşı. Onlar öz maraqları üçündə olmalısa Azərbaycanın təhlükəsizliyi onlara ən vacib məsələdir. Çünki ora sərmayə gətiriblər və oradan qazanırlar. Hı hı. Bilirsiniz? Ona görə biz bütün ölkələr qarışıqlıq eləməlidir, bu işi görməlidir. Özdə istəyirsən asırlı olmayasan, ona da yol var. Sən nə üçün gəlirsən? Azərbaycan nə üçün birinci müqaviləni, əsrin kontraktin neçə ölkələrlə bağladı şirkətləri ilə? Orada neçə şirkət var? Qərbdə var, Amerika, Avropa, Türkiyə, Rusiya. Niyə? Elə onu bir şirkətlə də bağlaya bilərdi da Amerika ilə. Ya məsələn İngiltərə BP ilə. Ne için bağlamadı? Onun için ki istemedi öz talihini verə bir şirkətin əlinə, orada at oynar. Hı hı. Yəni biz hər ölkə bu işi görməlidir. Bizim də burada belə imkanlarımız var. Konsorsiyum yaradarıq. Biri Amerika şirkəti olar, biri Fransa olar, biri Almanya olar, biri Çin olar. Hər yerdən gətir. Ya başqa sahələrdə. Onun üçün heç bir həm rəqabət yaran işləyirlər, həm də sən qazanırsan, iş yeri açılır, filan filan inkişaf edirsən. Bunu elə biz eləyə bilərik. Orta məxrəclərimiz var bütün ölkələrlə ətrafda məxsusən. Bunların hamısı məncə olan şeylərdir və bu belə olan halda heç vaxt İsrail güclənməz və İsrail yenməz. Bu yaranmış demək olar atmosferdən su istifadə eləsin. İstifadə eləyənməz. Amerikada görər, Avropa görər, qardaş, bunlar hamısı özü həm bir-biri ilə dostdur, qardaş işləyirlər. Həm bizlə də burada bir şey yoxdur ki. Bu cür həll olar. Yoxsa dava dalaşla olmaz. İmkanlar gedər, geri qalırıq, falan filan, belə bir məsələ. Bir də özəlliklə bunu da əlavə. Bəli. Yəni indi bu günləri bu regionda əsas iki məsələ var ki, birləşdirir. Yəni jeopolitik bir bağlılığı jeoekonomik yapışıqlığına gətirib çıxartmalıdır. Aha. Yəni nə? Yəni bütün bu şərq, qərb, şimal, cənub yollar birləşməlidir. Enerji məsələsində, indi enerji məsələsində bizim ərazidən hansı tranzit gedir? Boru kəməri gedir. Heç. Halbuki bizim ərazidən boru kəmərləri keçməliyik. Halbuki həmin bizim əgər problemimiz olmasaydı, xarici siyasətdə bu məsələlər olmasaydı, Azərbaycan gələrdi İrandan Türkiyə vasitəsilə enerjisini aparardı. Niyə? Oradan Gürcüstandan apardı. Türkmənistan indi biz swap eləyirik, amma məsəl üçün İran ərazisindən eləyə bilərdi, qoşulardı. Ya o birisi biz öz qazımızı biz sata bilmirik düzəməlli. Yəni həm düzə istehsal eləyə bilirik, həm düzdə satamırıq. Bir də Türkiyəyə veririk, bir də Ermənistana, oradan da alırıq. Halbuki biz Avropanın neçə faiz qazını biz verə bilərdik. Onların da Rusiyadan asılılığı kəsilərdi. Amma biz eləməmişik bunları. Biz xarici siyasətimiz belə olmayıb ki, bu yerə gətirsin, çıxarsın. Fürsətlərin yəni çoxu bəncə, bəlkə də yarısı gedibdir. Ziyan da çox görmüşük. Amma qalan fürsətlərdən sadəcə bu yollarla istifadə eləməliyik. Yoxsa gedikcə əlimizdə olan fürsətlər də gedər və demək olar Amerikanı daha da böyüdə bilərik. Yəni o güclənir də biz, yəni biz zəifləyəndə, bir olmayanda o güclənir. İsrail güclənir, o birisi güclənir. Niyə? Özümüzü gücləndirək də, müsəlman deyilik. Özümüzü gücləndirək, onunla da işləyək. Belə. Çox sağ olun, cənab səfir. Sizin bu izahınızdan sonra bir sual da yaranır onda.
Təbii ki, hər bir ticarətin, dövlət-arası münasibətin, biznesin ana damarı yoldur, nəqliyyatdır, kommunikasiyadır. Bu şimal-cənub dəmir yolu kommunikasiya var. Bu Azərbaycanın Zəngəzur koridoru var. Bununla bağlı siz xahiş edirəm fikirlərinizi bölün. Sizin fikrinizcə qabağa baxışla hansı daha səmərəlidir? Hamısı bir yerdə mi olmalıdır? Və siz dediyiniz kimi birinci bu İran yox, tək ki İranla, Türkiyə ilə, Azərbaycanla bu bitməməlidir. Bu qlobal Orta Doğu, Şərq müsəlman aləmləri biz necə bunları ticarət nöqteyi-nəzərdən, ekonomik nöqteyi-nəzərdən qaldırmalıyıq, nə etməliyik və bu koridorlar çox olmalıdır. Misal üçün Türkiyənin İraqdan, Süleymaniyadan, yoxsa əstəğfurullah, Mosuldan dəmir yolu var birbaşa Türkiyə limanına. Biz nə etməliyik, bir-birimizə kömək eləyək ki, siz də qalxın, biz də qalxın, cəmi müsəlman ölkəsi iqtisadi nüfuzu, iqtisadi gücü qalxsın. Buyurun. Bilirsiniz, dedim de yani biz bir yerde o coğrafi mövqeydən bir yerdəyik ki, məcburuq ki, bu yollarımızı birləşdirək. Hı hı. Yani hala müsəlmançılığımız, mədəniyyət bildiyimiz və tarix bunlar hala kənarda. Biz jeopolitik cəhətindən biz bir-birimizin yanındayıq. Siz görürsünüz orada Fars körfəzi var. İndi məsələn Şimal-Cənub Bəmbəy limanından oradan başlanır, gəlir Hindu okeanına, oradan Umman dənizi, sonra Fars körfəzi oradan gəlir. İran ərazisindən gəlir, gedir. İndi şaxələr həm Xəzərdən, həm Azərbaycan vasitəsilə gedir Rusiya falana, oradan da Ukrayna. İndi hələ ora problem var. Hı Yəni hı. bunu biz gücləndirərik. İndi siz baxın görün, təəssüflər olsun ki, neçə illərdir biz hələ içəridə Astara, Rəş dəmir yolunu tikməmişik, inşa etməmişik. Yəni bu özü böyük bir zəifdir. Nə üçün eləmir? Niyə bu ən vacib məsələ idi də. İndi Azərbaycan İranla da əməkdaşlıq eləyirlər. Azərbaycan Astaradan dəmir yolu gətirmiş o İran Astarasına. Orada məsəl üçün gəlirlər, yüklənir orada vaqonlara. Bu yaxşı işdir, amma bu hər halda orada tirlər gəlir, boşaldır, oradan götürür, qoyur buna. Bu heç lazım deyil ki, biz oranı tiksəydik, inşa etsəydik, Bəndər Abbasda elə dəmir yolundan yüklənirdi, qatara gəlir, gedirdi Moskvaya, o yana. Hı hı. Avrov, Şərq Avrov. Bunu eləməmişik. Hələ də indi məsəl üçün Ruslarla istəyirlər, eləsinlər, o da baxırlar filan, neçə il çəkər. Çox böyük səhvidir bu. Yəni biz bütün nə mənə, axı bilirsiniz, iqtisaddan ki danışanda bunu siyasiləşdirməyək gərək. Bəli. Yəni deyirlər ki, ən yaxın yol, əmnəman yol və ucuz yol haradır? Sən oranı birləşdirməlisən. Ola bilər neçə yol var. Biz bir-birimizlə birləşdirək. Ya hansısa ölkələr. Biz baxırlar texniki cəhətdən ölçürlər, biçirlər, deyirlər ki, bax buradan getsə həm yaxın olur, həm ucuz başa gəlir, həm də ki təhlükəsizlik məsələsi də burada var. Həllidir. Problem yox. Onu eləməliyik. İndi Şərq-Qərb koridoru, Şimal-Cənub koridoru, yer, göy, su, hər şey. Bəli. Zəngəzur məsələsinə də hər halda İranda reaksiya verirlər. Amma əslində mən təklifim bunlara İranda məsullara belə olub ki, siz Zəngəzur məsələsində siz Ermənistan tərəfdir. Biz tərəf deyirik ki, Ermənistan özü geçsin, çözsün də. Ermənistan gələ həll eləyəmin. Eləmir. Yəni hələ Ermənistan özü deyir, mən istəmirəm bu olsun, yaxşı. Biz niyə Ermənistanla qabağa düşək deyək ki, Ermənistan istəmir də. Amma o demək deyil ki, yol azlığıdır. Hər halda yol çoxdur. İrana dedim, tez imkanat yaradın, Azərbaycan o yol İrandan tez tiksinlər, tutarsın, vergi falan heç saat almayın. Oranı yola salında 20 kilometr orada fərq var. İran ərazisindən gələndə, o Zəngilan tərəfindən 20 kilometr, ora 40 neçədir kilometr, bura 60 neçə. 20 kilometr. Qoşulun, zaten oradan gəlsin, görsün, hər şeydə azad. Yaxşı görsün, heç də Zəngəzura da ehtiyac yoxdur. Yəni, çox işlər görmək olar. İndi o məsələ indi siyasiləşibdir. Yəni, mövqeylər tuturlar, filan eləyirlər. Ay, İran-Ermənistan sərhəddi pozulacaq güya.
filan. Hələ heç ora çatmayıb ki, Ermənistan özü istəmir. İndi Fransa da gəlib meydana, o da deyir, istəmirəm. Onlar da əlan C-12-də istəyirlər, nə baş konsulluğu yaradırlar, nə o birisi, bu birisi. Hər halda bu məsələlər, bilirsiniz, problemlər olar, təbiidir. Ölkələr arasında, insanlar arasında ümumiyyətlə olur. Yəni, laf qardaşlar arasında olur. Amma əsas məsələ budur ki, problemləri dostluqla, qardaşlıqla həll etmək, məntiqlə. Hı hı. Yoxsa dava dalaş, mən bir mövqe tutum, mən belə hədəliyim, o birisi, ondan olmur. Axırı da ora gəlir, çatır da, əvvəldən də onu eləyək də. Hər bir ölkə ilə problema danışıq yolu ilə həll eləyək də. Görək, məntiq kiminədir? Bir yola gələk. Tutarsın geçsin. Biz Azərbaycanla İran mütləq ixtilaflarını həll etməlidirlər. Yoxsa İran, mən həmişə deyirəm, fürsətlər əldən gedir. Çox şeylər biz Azərbaycanla biz eləyə bilərdik, eləməmişik, o başqaları gəlib eləyib. Halbuki bizlə olsaydı, həm bizim xeyrimizə idi, həm Azərbaycanın xeyri. Amma o fürsətlər itib. O fürsətlər niyə gedibdir? İndi də əgər düzgün yol olmasa, yaxşı istiqamətdə getməsə, yenə də fürsətlər əldən gedəcək. Hay salmaqla, yalan çıxışlarla, bunlarla həll olmur. Əməllə, məntiqlə, ağılla, qardaşlıq atmosferində bu məsələlər həll olmalı. Ona görə bunlar hamısı biz birləşdirməliyik. İqtisadlarımızı, müştərək konsorsiumlar yaratmalıyıq, müştərək sərmayə qoyuluşu plan eləməliyik. İndi məsələn Azərbaycan dəvət olunmalıdır İranda, məsələn neft sahəsində Azərbaycan inkişaf eləyib, indi orada-burada sərmayə aparır, iş görür. Bizdə də eləsin. Yəni bir dəvət olunsun, gəlsin. Ya nə olar? Bizdə hələ belə proyekt var. Hər halda məncə inşallah bu düzdür. Biz bunların çoxu da asılı olub o İranın o sanksiya məsələləri ilə. İndi bunlar həll olar, biraz yeni daha fürsətlər olacaq inşallah. Çox sağ olun cənab səfir. Onda keçim bundan ki sonra bir sual da yaranır sizin çıxışınızdan sonra. Misal üçün biz deyirik ki, hansısa bir, yəni sizin sözlərinizdən hakimiyyət içində ya qruplar içində bir-birinin anlaşılmazlıq var. İndi biz o sərt sözləri ki, düşmənçilikdirmi, ya nə bilim başqa, onları qoyuruq kənara. Anlaşılmazlıq. Bunu diplomatik belə adlandıraq. Bütün dünyada regionluq, regionçuluq, yəni mən misal üçün Ərdəbilliyəm. Hakimiyyətə gəldim, Ərdəbilli tanış-tunuşumu özümlə gətirirəm ki, işim rahat getsin. İnsanları tanıyıram. Bu İran cəmiyyəsinin içində siyasi elit əsasən hansı bölgədən təmsil olunub? Onların nüfuzu daxili hakimiyyətə, xarici hakimiyyətə təsiri nə qədərdir ki, misal üçün elə biz yuxarıda danışdığımız, siz danışdığınız problemləri bizim axsamalarımız var, gecikləmələrimiz var və İranda itirir, Azərbaycanda itirir. Mən ümumiyyətlə fikirləşirəm ki, Orta Doğunun millətləri, cəmaatı itirirlər. Niyə? İran mərkəzi bir kommunikasiya yolun üstündədir. Azərbaycan Qafqazın kommunikasiyası üstündədir. Azərbaycanda itirir, İran da itirir. Bu daxili elitlər, siz uzun müddət Azərbaycanda işləmişsiniz, diplomatsınız, bilirsiniz. Misal üçün el arasında deyir, Naxçıvanlar hakimiyyətdədir, Qərbi Azərbaycanlar hakimiyyətdədir. Bəs İranda nə cürdür bu vəziyyət? İranda o şəkildə deyil, amma hər prezident gəlir ya nazir gəlir, hər halda istər-istəməz öz yaxınından, dostundan gətirir. Yəni bunu danmaq olmaz. Hı hı. Yəni bu ümumiyyətlə müsəlman ölkələrində bu elə bu problem var. Yəni, İranda da var. Əslində mən bilirsən bunun tərəfdarıyam. Bu onsuz da nəhayətən olur. Niyə? Çünki partiya sistemi bizdə yoxdur. Hı hı. Yəni parti sistemi yoxdur ki, məsəl üçün siz İngiltərəni nəzərdə alın, orada partiya sistemidir, iki partiyəlidir, düzdür, bəzən o üçüncü partiya da ortaya çıxa bilir filan. Sonra rəqabət edirlər, sonra məclisi əldə edirlər, sonra baş nazir onun lideri olur. Yəni indi koalisiya olsa, özləri hansısa çox şərtli razı edir, o padişahdır ya, mələkədir, hər kimdir, o da onu baş nazir məclisə göndərir, daha başqasını da eləyənməz, sonra orada səs toplayan. Bizdə bu sistem yoxdur ki, kölgə kabinet yoxdur bizdə. Aha. Müsəlman ölkələrində kölgə kabineti yoxdur. O inkişaf eləmiş ölkələrdə, özəlliklə İngiltərədə
nəzm-intizamlı iki partiyəli sistemdir. Hı hı. Amerika'da iki partiyəli. Ama o nəzm-intizamsız partiya, iki partiyəli sistemdir. Hı Siz hı. görürsünüz. Ama ora nəzmlidir. Niye? Çünkü umumiyyətlə o partiya hansısa iş üstə gəlir, o partiyanın altındaki o komitələr var. Orada hansı sahədə çalışıblarsa ondan gətirir qoyurlar nazir. Hı hı. Baş nazirdəki bilinir ki. Bizdə bunlar yoxdur. Orada da ne olur? Ay bu mənim dostumdur, bu mənim qohumumdur, bu mənim qardaşımdır, ola bilməz. Çünki əsas budur ki, ləyaqətli insanlar ki, özün göstəribdir, pillə-pillə partiyada gəlib yuxarı onu qoyurlar. Amma bizim ölkələrdə də, bizim müsəlman ölkələri ümumiyyətlə belədir, İranda da belədir. Bu sistem yoxdur, kölgə kabinet yoxdur. Biri ki çıxır, gəlir hələ baxdır, hə, o bir səni yığılır dövrəsinə, ya özü yığır, o onu təklif edir, bu bunu təklif edir. İnformasiya bankı yoxdur. Yəni deyə, mən Pezeşkanı dəstəkləyirdim, orada da bir seri təkliflər irəli sürürdüm. Dedim, bu arada bundan olmayacaq ki, siz hər kimi gəlsin, onun quyruğu bir yerə asılıdır. Hı Elə hı. də olub da, Allah Pezeşkanın dövləti hər kimi gətirib, hərəsi bir yerə. Çünki Pezeşkan müstəqil bir silah tələbdir, islahatçıdır. Gətirib məsələn istəyib biraz yaxınlıq ola, hər kimi gətirib naziri qoyub, onun hərəsi ilə quyruğu bir yerə birləşib. Hı hı. O, bundan öncə ona səs qoymuşdum mən kanallarda, Telegramda falan da. Deyir ki, qardaş, sən gəl özün birbaşa girmə xalqın içinə, bir dənə sistem mən təklif elədim. Dedim, onlar e-mail açın, hətta öz qızıyla oğlu qoy, desin, təklif eləsin ki, bu forma, məsələn, anketi doldursunlar. Hər kəs özündə nə mənə qabiliyyət görür, yazsın bizə. Orada onu toplayın, hər halda onun içərisindən araştırın falan, eləyin, bir komitürləyin, müsahibə falan çıxardım. Ki orada bir informasiya, müdürlər informasiya bankı yaradın. Sonra da o birisilərdən istifadə edin. Təəssüf ki, bu olmadı. Elə o 5-6 nəfər qoydu orada. Onlar da birisiləri getdi. O da onu getdi. İndi də ki, o qədər də güclü bir kabinet yoxdur və təbii ki, ən yaxın dostum məsələ üçün gətirib prezident aparatının rəhbəri edir. Məsələn, qabaq nazir olanda, səhiyyə naziri olanda öz mavini qoymuşmuş mavin, indi onu eləyib prezident aparatının rəhbəri. Ya çoxları var da, məsələn, əvvəl gətirmədi, indi oğlu gəlir, yeznəsi də daxil olub o işə. Dərsət ki, hər halda qərar döydü bu işlər ola. Yəni görünür ki, başqa istiqamətdə gedir işlər. Hı. Məncə güman eləyirəm ki, bizdə indi düzdür, bütün Pezeşkan Azərbaycanlı deyə Türk indi biraz onların sayı biraz çoxalıb, amma o qədər də deyil. Elə siz kabinetə baxsaz, kabinetdə elə həm zaman heç Pezeşkan olmasın, ruhani zamanında ya Hatəmi zamanında da elə türklər 2-3 dənə nazir olardı həmişə. Elə indi də 2-3 dənə, 4 dənə nəhayət belədir. Deyəsən məsələn belə yarısı Türk əslində səsin çoxun Türk regionlarından gətiribdir da. Yəni bu 4 dənə vilayətdən, böyük vilayətdən. Amma ona qədər heç mən bir dəfə yazdım, Türk, Fars, Ərəb, Bəluç, Kürd məsələsi deyil. Hər halda üstanlara bax, vilayətlərə. O vilayətlərin cəmiyyəti əsasında verir. Niyə adın qoyursan bu Türkdür, o Farsdır? Bizim biraz haqqımız bu baxış üçün var. Türklərin haqqı biraz da yayın gedir də arada. Çünki onu deyəndə də Türklər gəldi. Halbuki baba Türk olmadı. Biz əhalimiz belə də bu əhalinin içindən belə nazir çıxmaz, nazir mavili çıxmaz. Amma görürsən dəfələr olubdur. Balaca bir usta, məsələn Ustanı Kirman vilayətindən neçə dənə nazir verirlər, amma 4 dənə Türk ustanından ya filandan bir dənə 2 dənə çıx. Ya İsfahandan, ya filandan, ya o cür deyil. Yəni qarışıqdır, amma hər halda tanış olmaq, kimi tövsiyə eləmək, bu plan var. Amma əsas məsələ ləyaqətli adamları seçməkdir. Əgər rabitə ilə də o seçim eləyirlər, iş başına qoyurlar, şaistəliyi nəzərdə tutulur. Bu da bizdə o qədər yoxdur. Yəni şaistəlik riayət olunur. Sistemdə başqa cürə seçilirlər, işə qoyurlar.
Çox sağ olun cənab səfir. Burada bir xahişə də var. Yəni bu sizin bu indiki çıxışınızı bir balaca əlavə də istəyirəm eləyəm və sizin fikrinizi alam. Misal üçün 1979-cu ilə qədər bizim təqvimimizlə inqilaba qədər İranla İsrailin çox sıx əməkdaşlığı var idi. İsrailin bir nömrəli neft təchizatçısı elə İran idi. Sonra İran girdi təhrimə. İranın hava peymanla, yəni bizim dilimizlə, samolyotla bunların problemləri olduğu İranın. Onun deməli texniki avadanlıqlığı qaçaq yolla İran təhrimdə olurlar. Bunu İsrail təmin edirdi. Sizin fikrinizcə, indiki bu dönəmdə pərdə arxası, bağlı qapılar arxasında yenə İsraillə İranın dövlət maraqları nöqteyi nəzərdən təmasları varmı yoxsa yox? Valla mən tam deyə bilmərəm. Yəni siyasətdə hər şey olur. Amma məndə üçün konkret bir məlumat yoxdur. Bəzən də bəzi sözlər deyilir. Amma deyəmərəm ki, arxada təmaslar var deyə. Yox, ola bilər də bəzən olsun. Bilmirəm. Amma mən bunu deyirəm. Yeni dönemdə İran indi bu durumda bu Trump'ın gəlməyi belə hadisələr ki, Orta Doğuda olur. Rusiya məsələsi, Ukrayna məsələsi. Bax, bunlar İrana bir seri fürsətlər yaradır. İran əgər bu fürsətlərdən istifadə edərsə, biraz keçmişi demək olar ki, cübran eləyə bilər. Yəni ziyanların biraz da önə gedə bilər. Əgər bu fürsətlərdən ki, yaranıbdır, istifadə eləməsə, təbii ki, yenə də biz ziyan görür. Mən belə düşünürəm. Hı hı. Eyni zamanda İsrail məsələsinə gəldikdə, mənim mövqeyim bu olur. Mən tam şəkildə bilirsən, diplomatik əlaqələr və beynəlxalq hüquqa düzdür, riayət olunmur, Birləşmiş Millətlər Təşkilatı falan. Hər halda bir seri prinsiplər var. Bunu nəzərdə almaqla heç İran İsraili də tanımıram, yaxşı. Əlaqədəki yoxdur. Amma siyasi mövqeydən Fələstinin haqqından da müdafiə eləyə bilər, haqqıdır. Çoxları da eləyir. Yəni İsraili biz demirik ki, İsrail məsəl üçün çox düz dövlətdir. Ya Benjamin Netanyahu hər halda görürsünüz də, qırır, 50-60 bin adam öldürüb orada. Yəni düzdür, onu bəhanə elədilər, orada getdi, ondan qabaq nə idi? Hərq Filistinlərdir, amma onlar da səhvlərini eləyiblər. O dərs almalıdır. İsrail biz təsdiq eləmirik. Yəni mən bir mütəxəssis kimi İsrailin əməlini təsdiq eləmirəm və o cinayətlərin də və mütləq təpsiləyirəm. Amma hər halda istəyirsən ki, ziyan görməyəsən, mövqe təşkilatda, həmin İslam dünyası aləmində, həmin dediyim təkliflərlə, Amerika ilə münasibətləri İslam dünyası, yəni İran da içində olmaqla eləyərlər ki, bir dəfə Fələstinin haqqın siyasi yollarla almaq lazımdır. Yoxsa başqa yollarla olmur. Yəni o xalqı da birləşməlidir, öz haqqını istəməlidir. Müsəlman da ki, dünyada qeyri-müsəlmanlar da əlan ki, görürsünüz, məsəl üçün, bəzi Avropa ölkələri deyir ki, biz Fələstin dövlətini istəyirik tanıyaq. Bəzisi tanıyıbdır. Biz rəst tanıyırıq. Fələstin dövləti var, Fələstin məsələn, cümhuriyyəti var, ya filan. Yəni, bu gəlib görəsən hansı olar, onun üzərində siyasi, diplomatik fəaliyyəti çoxaldasan və o olan halda bütün ziyanlar azalar, bu çırpışmalar azalar və inkişafa doğru gedə bilər. Yəni bu, mən belə düşünürəm. Onu ilə hər halda bu məsələləri məncə nəzərdə almalıdır, özəlliklə indiki durum. Cənab səfir, sizi çox yordum, üzrü hesab edin. Axırıncı sual verəcəm sizə. Cənab səfir, deməli, təşəkkür edirəm. Deməli, üç dənə bir məlumat mətbuatda işıqlandırılır. Məlumatın biri ondan ibarətdir ki, cənab Pezeşkiyan, İranın prezidenti, məlumat verib ki, dünən müsahibəsində bizim mətbuatımızda, indi o bir gün qabaq verib, 2 gün qabaq verib, onu bilə bilmərəm. Amma dünən bizim mətbuatımızda belə bir məlumat çıxdı ki, cənab Pezeşkiyan
elan edib ki, əgər bizim Amerikana nüvə konuda danışıqlarımız uğursuz olacaqsa, biz B plana keçəcəyik. Bu birinci məqam. İkinci məqam, dünən Qərb mətbuatı yazıb ki, Netanyahu-la Trump danışır və Trump ondan xahiş edib ki, mənə bir neçə müddət vaxt ver ki, bu hərbi formada Fələstinlənmi, İrana təzyiqmi bunları dayandır. Mən İranlarla danışıq aparıram, ümidvaram ki, çox qısa zamanda bir nəticəyə gələcək. Və sonuncu bununla bağlı bir məlumat da verim. Deməli, Amerikanın Kəşfiyyat Təşkilatı böyle bir belə bir məruzə yazıb. O məruzə, mən düzdür öz Telegram kanalında onu işıqlandırmışam. O məruzədə belə bir məqam var. Bizim, yəni Amerikanın nöqtə nəzərdən bizim dörd düşmənimiz var. Çindir, Rusiyadır, İrandır, Şimali Koreyadır. Hər bir dövlətin də düşmənçiliyin yeri var. Yəni kim nə ilə düşmən eləyir. Və bu üç dənə məlumatın içində istərdim sizin fikrinizi öyrənəm ki, bu cənab Pezeşkan B planı nədir haqqında deyib. Amerika kəşfiyyatı niyə İranı təhdid edir və nəyə görə bu aciz günə özünü salıb Trump Netanyahu'dan xahiş edir ki, sən biraz gözlə. Mən sülhə gəlib çıxacağam. Bilirsiniz, Amerika ümumiyyətlə hədələməsi həmişə olur. Yəni həmişə deyiblər stol üzərində her şey var. Yani hərbi güc falan bunlar da var, danışıq da var. Bizim altında değil, üstündedir. Stolun üstünden. Bəli. Ama o şey yani təzəlik məncə yoxdur. İndi yenə də deyirlər. Trump da söyleyip, onun Müdafiə Naziri də söyleyip, onun Xarici İşlər Naziri də söyleyip. Yani bunlar hamısını söyleyip. Ama İran Pezeşkanın o B planı tabii ki bunlar yani B plan deyəndə hər halda bir sıra işlərdir ki, əgər danışıqlar getməsə, sanksiyalar qalsa, məncə o şəraitdə qalsa, yəni elə sanksiyalar da davam eləsin, eləsi də. Əsl reaksiya o tərəfdən olmalıdır. Bilirsiniz? Yəni biz neçə ssenari nəzərdə tutmalıyıq da, yəni razılıq olmadı. Razılıq olmadı yəni nə? Yəni sanksiyalar davam edir. Ola bilsin ki, beynəlxalq sanksiyalarda əlavə olsun da, yəni o dost gəlsin o təhlükəsiz şuraya, o keçmiş qətnamələr qayıtsın və o da əlavə olsun. Yaxşı. İran da deyir ki, yaxşı, bütün sanksiyalar davam edir, bu da əlavə oldu, bəs mən də yolumu davam edirəm. Yəni nə eləyirəm? Övrəni zənginləşdirirəm, 60% də zənginləşdirirəm, bəlkə də daha çoxaldıram və s. Və başqa şeylər. Hə? Xoş, indi belə gedən halda nə olur? Əgər bu halda qalsa, onlar o işləri gördü. İran da sanksiyaları gördü, bu işi gördü. Sonra o birisi addımını daha İran atmır ki. O birisi addımı onlar gəlir. Neyniyə? Daha da indi deyirlər birinci yerə də sanksiyaları daha çox aldacaq, təzyiqi daha çox aldacaq falan. Nəhayət. Biz gəldik, o da cavab vermədi. Məsəl üçün. Əlbəttə təsiri olacaq. İranın iqtisadiyyatını yaxşı vəziyyətdə deyil, inflasiya güclü deyil, xalqın məişəti çox çətindir, bunlar var. İnkişafdan dala qalırıq, falan. O ki, real. Əlbəttə onun bir sürü səbəbləri də söylədim. Daxildə müdürüksüzlüyün demək olar da. Sonra bu hərbi məsələsi. Onda çıxıyor ortaya. Bunlar deyiblər ki, əgər belə olan halda da biz hərbi müdaxilə eləyəcəyik. Bomb atacağıq. Nə eləyəcəyik? İndi burada gəldi hərbi müdaxilə olundu. Təbii ki. Hərbi müdaxilə olunandan sonra İran nə eləyəcək? Hərbi müdaxilə olandan sonra hər halda nəhayətən bunların hamısı bizə ziyandır. Burada hərbi müdaxilə olan zaman indi İsrail deyəcəklər, sən İsrail, sən getmir, biz arxandayıq, ya nəcür, nətər filan. Hərbi müdaxilə olsa, vəziyyət tam yenə dəyişəcək. Yəni İran da o B planı burada. İstəyədim, bunları izah elədim ki, B plan bu mərhələdə. Yoxsa oradan B plan yox. B plan o zaman olacaq ki, onlar hərbi müdaxiləni başlayaq. Ondan qabaq elə
sanksiyalardır, İran da ürəni zənginləşdirməsinin davam etməsidir, artırmasıdır və s. B planı odur. B planından sonra İran hər halda bütün imkanlarını təbii ki istifadə edəcək də. İndi nəyi var, nəyi yox. Güzel şeylər də deyirlər, varımız deyil. Vaxtında görəcəksiniz filan. Yəni İrana hər bir müdaxilə olarsa, İran da onun qarşısına çıxacaq və cavab verəcək. İndi raketdirmi, pəhpatdirmi, nədir, hər nədir, ondan istifadə edəcək. Sonra bu mərhələyə gəlsə da, yəni heç nə də proqnoz vermək olmaz. Yəni regionda nə olacaq, kim kimə qatışacaq, nə xəbər, orada da bilinməz. Amma hər halda mənim fikrimcə nəhayətən İran çalışmalıdır ki, İrana vacibdir ta bu məsələni diplomatik yolundan həll etsin. Yəni Amerikaya o qədər vacib deyilsə, yəni o qədər də, yəni vacib, ona da vacib. İrana daha çox vacibdir. Bunu diplomatik yolla həll etsin. Deyirəm, əsas da o 3,67%-dədir. 3,67%. Onu yolar razılıq versə bir şəkildə, məncə bu danışıqlar gedər, fikir İrəmdə olar. Amma əsas məsələ bura çatsa çox çətin olacaq və indi bəziləri də hətta istəyir də, məsəl üçün bəzi ölkələrdə fürsətdir. Yəni, məsəl üçün, hələ müharibəni demirəm, Rusiya da sevinir ki, Amerikanın başı ayrı yerdə qal olsa, ona da orada xeyir eləyir, Ukrayna məsələsinin özü çözər, gedə vura, davam etdirər həmin hücumları. Rusiya istəyir, Amerikanın başı qal olsun, burada. Orta Doğuda filan da. Ya, məsəl üçün, Çin də istəyir. Əsas üçün Amerikanın məsələsi Çin. Yəni, bilirsiniz, mənim fikrimcə, İran məsələsi Amerikaya o qədər də önəmli deyil. Düzdür, deyilir, yazılır, bozulur, mövqe tuturlar filan. Amma əsas məsələ Amerikaya Çin. O istəyir bu məsələləri çözə, Çin ilə bilə ki, necə eləyəcək. Hətta Rusiya da ona önəmli deyil, Çindir. Ona görə istəyir ki, hətta Trump'ın arxa planında bu var ki, İranla razılığa gələn diplomatik yoluna getdikcə, hətta çata o yerə ki, İran Amerikanın xarici siyasətində Çini demək olar zad eləmək üçün İran da ona qoşulur. Ya Orta Doğuda bəzi siyasətlərə İran qoşulur. Amerika istəmir ancaq o nüvə məsələsi. Deyir, bu yolla gedərəm, İranda, Fars körfəzində məsəl üçün istəyir ki, nələr eləsin. Orada məsələn Çini biraz o yan eləsin. Hər halda İranın böyük rolu ola bilər də bu məsələlərdə. Ona görə məncə onu yaxtarır. Rusiyanı da istəyir bir cür həll eləsin. Hamısı olar Çin üçün. Onda bir sual da burada yarandı. Ben sizi əziyyət verməyəcəm. Yaxşı. Bu Çinlə Rusiyanın marağıdırsa Amerikanın başı qarışsın. Misal üçün Orta Doğuda. Sizin fikrinizcə, şəxsi fikrinizcə müharibə olacaqmı, olmayacaq? Məncə hələlik, bilirsən bunu tam demək olmaz. Bəli, hələlik mən diplomatik yollara fürsətin olduğunu bilirəm, yəni düşünürəm. Ona görə güman eləyirəm ki, öncəliklə o suallara cavab verəndə də xatırladım ki, dedim, Trump istəmir müharibəyə girsin. Bu tamdır. Və Trump'ın demək olar ki, ətrafındakı adamlar da ki var, onların da çoxu istəmir. Bir sorğu da eləyiblər Amerikada. Amerikada 65% deyiblər ki, biz istəmirik Trump İranla müharibə eləsin. Yəni, orada da belə ümumi fikir var. Yəni, hər halda bir müharibəyə cəmaatda bir ümumi fikir olmalıdır da. Məncə, Trump niyə? Yəni, bu Trump əgər müharibəyə girərsə, da bu nə üçün düşüb orada pul axtarır? Onun hamısını xərcləyəcək gələ bura. Elə deyir ki. Aydındır. Yəni, və fürsət, hələ ondan əlavə, Trump istəməz Çinə fürsət yaradır. Hər bir səhv iş görsələr, müharibəyə girmə, orada vaxtın qoymaq, xərc eləmək, Çinlə Rusiyaya fürsət. Və Trump da bunu istəməz. Yəni, ümumiyyətlə, Amerika bunu istəməz. Ona görə müxtəlif bu səbəblərdən, ölkədə söylədiyim kimi, yəni bu səbəbləri istəsək bir yerə toplayaq, Fars körfəzində olan ölkələr, onlar da müharibə istəmir. Bəli, keçmişdə bəzi söhbətlər olmuşdu, amma getdikcə
getdik, gediksən gördülər ki, yox müharibə yaxşıdır. O zaman onlar deyirlər ki, hə, Amerika vurur. Sonra düşünüblər ki, yox baba, Amerika vursa məsəl üçün Ərəb Əmirliyi deyir ki, İranın atom enerji stansiyası vurulsa, onun təchizatları yayılsa, bu Fars körfəzində tamam sular, hər nə qat-qat biz batdıqdaydı. Yani onu özleri değil ya bunu. Yani Bəli. orada suyu şirinleştirirler, işlerdirler. Hamısı da battı biz neye niyet yok. O birisiler ya vurma falan. Yani umumiyetle Netanyahu'dan sonra hiçbir ülke istemiyor ki Amerika İran'a hücum etsin. Hı hı. Ben de ona göre bu yolları təklif edirəm ki, Müslüman ölkələri gəlsin, Trumpla birləşsin, onu İsraildən özellikle bu Netanyahu'dan uzaklaştırsın, onun da fikri rahat olsun ve İran da bu prosese koşulsun. Hı hı. Herhalde biz təhlil eləyəndə vəziyyəti bir yol da göstərməliyik də düşüncəmiz qədər. Hı hı. Mən də bu yolu deyirəm. Hı Yoxsa elə vırsındır, ondan olmayacaq. hı. Nihayətən bir müharibə olsa, hamı zərər edər. Region da zərər edər. Amma biz hamıdan çox biz zərər. Onu da bilirəm. Hı hı. Mən həmişə bunu söyləyirəm. Deyirəm ki, bəli, bizdə bir sıra imkanlar var. Hər halda bilinən, bilinməyən. Hücum olarsa İsrail'e biz de ondan biraz istifadə edəcəyik. Amma nihayət çünki qarşımızdakı həm güclüdür, həm müttəfiqdir. Yəni onlar Avrupa'da Amerika'nın yanında, İsrail'in yanında, onun yanında. Bizim yanımızda heç kim yoxdur. Yəni Çin'dir, Rusiyadır. Bunlar heç bir dənə gəlib güllə atmaz bizim xeyrimizə. Hı hı. Ona görə biz gələk bunu başa düşək ki, məsəl üçün müharibə oldu, bizə hücum oldu, məsəl üçün üç yeri vurdular, istansiya mı ya başka bir hərbi yer mi? Biz de getdik məsələn 6 yeri vurduq. Ama onun qayıdışı qarşısında təzədən bizdə 60 yer vurulacaq axı. Nəhayət biz çox ziyan görəcəyik. Hı Ona hı. görə milli maraqlarda bu önemlidir ki, her bir ülke başçısı, her bir ülke siyasetçileri bunu başa düşməlidir ki, milli marağı nədir qorumalıyam? Mən o qarşı tərəfə ziyan vurmağı hesab edeyim nə qədər vurmuşam, ya mənə dəydiyi ziyanı hesab edeyim. Orada gələk qərar verəm. Hər bir ölkə baxa görə ki, ona ziyan, əgər ziyan dəydiyi ziyan, vurduğu ziyandan çoxsa o yola gələk etmir. Bu, nəhayət mən belə düşünürüm. Cənab səfir, icazə verin, sizə təşəkkürümü bildirim. Vaxt ayırdınız, zaman ayırdınız. Neçə Evet. gün danışırıq, biz bu müsahibəni quraq. Sağ olun. Yəni, belə də, indiki zamanda hər adamın işi deyil. Yəni, öz yaşımı da nəzərdə tuturam ki, oturub texnikadan əlləşəsən. Sizdən də bir ricam var. Mən, bu bizim efirimiz rus dilli ahali üçün gedəcək, rus dilində gedəcək və nəticədə bizim tamaşaçıları rusca sizi təqdim edir. Rusça mən indi bir-iki kəlmə söyləyəcəm ki, siz kimsiniz, nə cür adamsınız və bununla da biz efiri tamamlayacağıq. Efirimiz inşallah cümə ertəsi Bakı vaxtından saat 7-də canlı efirə gedəcək. Mən sizə təbii ki, linki də atacağım. Mən sizi bilgiləndirəcəm və sizin Azərbaycanca danışığınızla aşağıda rusca yüksək səslə bu insanlara sizin fikirlərinizi çatdıracaq. Xahiş edirəm, icazə verin, mən rusca bir kəlmə sizi təqdim edeyim. Buyurun. Уважаемые наши слушатели, у нас сегодня гостем был экс-посол Ирана в Азербайджане, дипломат с 30-летним стажем, господин Афшар Сулеймани. Я представляю вам эфир с господином послом только с той точки зрения, что он сейчас себя и также позиционирует и имеет аналитические способности, представляет аналитику, взгляд на мировые события, на события в Иране, Кавказе, Центральной Азии, Америка, Израиль и Иран, как аналитик. Поэтому прошу любить и жаловать господина Афшара Сулеймани. Я надеюсь, что наши интервью будут теперь иметь циклический характер, то есть мы будем продолжать такого формата наше общение. Cənab səfir, mən sizə minnətdarımı bildirirəm və Hoş sizdən bu tamaşaçılarımızın
qarşısında sizdən bir söz almaq istəyirəm. Bizim bu müsahibəmiz davamı olsun. Yəni siz çox maraqlı şəxsiyyətsiniz, analitiksiz, sərbəstsiz və sizdə cürət var bu bəzi şeyləri indiki mühüm zamanda danışmağa, izah eləməyə. Bütün bu xüsusiyyətləri çox nadir hallarda indi biz analitik siyasətdə ya siyasi analitikada tapa bilərik, görə bilərik və bununla da bağlı sizdən ricam olacaq, xahişim olacaq. Siz bizə xahiş edib tez-tez zamanınızı ayırın. Biz istəyirik bunu davamlı olsun, silsilə olsun. Əgər siz etiraz eləmirsiniz. Xoşdur inşallah. Yox, mən ümumiyyətlə bilirsiniz, reklam üçün yox, həmişə istəmişəm ki, fikirlərimi paylaşım. Yəni zaman zaman gönlüm istəyir ki, hətta o kanallar ki, çox sayılı baxılışda, yəni onların nə deyirlər, bax seyr ediciləri var falan. Məndən üçün müsahibələr alırlar da. Məsələn, hətta BBC kanalı məndən müsahibə alır, bəzən başqa kanallar falan, ya İranda da alırlar, ya Türkiyədə də alırlar. Amma bir sıra söhbətlər var ki, bəzən görürsən onları deyilmir. Mən indiyə qədər ən uzun müsahibəni sizə verdim. Yəni bu indiyə qədər bu qədər yəni bu bu tarixi bir müsahibə oldu Bəli. ki, heç vaxt bu qədər olmamış. Heç özüm də istəsəm təkimə götürəm, danışam. Məsəl üçün heç bunun yarısı icanda olmayayım. Amma çox arzu edirəm, çoxlu sözlərim var. Bir sırasını əlbəttə deyə də bilmirəm hələ. Düzdür, bəzi məsələlərdə önəm verir, bəziləri deməyənləri də mən deyirəm. Fikrimdir. Dava dalaşım da yoxdur. Mən həmişə demişəm, biz deyək, hamı baxsın, eşitsin. Mənim müxalifim də desin və cəmaət baxsın da, qulaq assın, görsün deyir. Mənim sözümdə həqiqətlər var, ya o qarşı tərəfin sözündə özü seçsin. Yəni bu hətta Quranda ayədir. Allah tərəfin, Allahın peyğəmbərə göndərdiyi söz budur ki, tərcüməsini mən deyəm. Deyir ki, möminlərimə sən bəşarət ver ki, sərbəst azaddılar sözləri desinlər. Hami azaddır sözünü desin, o insanlar, möminlər qulaq assın və görsün hansı yaxşıdır, bəyənmir, onu istəyir. İndi o ölkələrdə söz azadlığı yoxdur, mən bilirəm nədən qorxurlar. Qardaş, əsas burada xalqdır. Xalq gələ fikir verə də. Mən danışım, yoxsa yanlış danışdım, yaxşı deyəcəklər, bu niyə belə danışır? Bəyənməsinlər sözümü. Müntəqid, intiqad eləsin. Düzdür. Amma o birisi də danışsın. Mən buna görə mən həmişə hazıram və sözlərimi, təkliflərimi deyəm və inşallah ki, bir xeyri ola. Yəni, sizlə hal-hazırda tanış olmağıma çox sevindim. İnşallah əlaqədə oluruq və mən varam sizlə. Təşəkkür edirəm. Əlbəttə da ki, bu zat, nə deyərlər, bu müsahibə çox uzun müsahibə oldu da, kökün qoyduq da, gələn ki, müsahibələr qısa olacaq. Çünki da əsas sözləri demişik, hadisələrlə bağlı, məsələn, mövqe bildirmə falan. Bəli. İnşallah. Çox sağ olun, cənab səfir. Çox sağ olun. Təşəkkür edirəm seyredicilərə də. İnşallah ki, hamısı sağlam olsunlar, uğurlar izləyəm bütün xalqlara. Çox sağ olun. Təşəkkür edirəm, cənab səfir. Minnətdaram. Sağ olun.